düşmənə əsir oldum. Ötdü illər, fəsillər. Qisas oduyla yandıq, böyüyən nəsillər. Babəkin xətainin qılıncından gücəmər. Ay ulduz haşiyəli bayrağa sarılmışıq. Torpaq, gözün aydın, biz qayıtmışıq. Oyan xar bülbül, oyan qərənfil, sil göz yaşını Bakı Ərdəbil. Hey babam Pənahxan İbrahim Xəlil, basıb səngərləri dağlar aşmışıq. Şuşam gözün aydın, biz qayıtmışıq. Qan gölünə bulanan hüsnü cənnət havalı, mübarizə apardıq uşaq qadın qocalıb. Biz sənədə qovuşduq, gözün aydın Xocalı. Necə illik həsrətdən od tutmuşuq, yanmışıq Xocalı. Gözün aydın, biz qayıtmışıq. Haqqımıza göz dikən gəcdə olsa yanıbdı. Bayrağımız göylərə daima ucalıbdı. Yarımçıq vağzalı tamamlanıbdı. Həsrətindən günləri bir saymışıq. Evin gözün aydın, biz qayıtmışıq. Şah İsmail nəsli qurbanı atsanına, dəmir yumruq qorxusun saldı düşmən canına. Xalqımız güvəndi Ali Baş Komandanına. Biz ilhamla, inamla istəyimizə çatmışıq. Vətən gözün aydın, biz qayıtmışıq. Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli hadisələrdən biri də Xocalıda baş vermiş soyqırımı olmuşdu. Xocalı Xankəndi şəhərindən 14 kilometr şimal-şərqdə yerləşib. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7000 əhali yaşayırdı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələr tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edilmişdi. Xocalıya 3 istiqamətdən hücum aparıldığından əhali Qafqaz çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Qablı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir. Xocalı fevralın 25-də saat 23:00-dən toplardan atəşə tutulmağa başlanmışdı. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdi. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdi. Hücum başlayan kimi sakinlər təşviş içində dağlara, meşələrə qaçaraq şəhəri tərk etməyə cəhd etmişdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilməmişdilər. Əksəriyyəti yüngül geyimlə qaçmışdılar. Canını götürüb qaça bilənlər isə müxtəlif dərəcəli donvurmanın qurbanına çevrilmişdilər. Bakıda və Ağdamda dindirilən Xocalı sakinlərinin əksəriyyətinin hətta sənədləri belə yox idi.
Hücuma məruz qalmış dinc əhalinin bir çoxlarının başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərin isə ayaqlarını kəndib, məfti ilə bağlayıb, maşının arxasınca sürmüşdülər. Mənfur düşmən hətta meyitləri də təqib etmişdilər. Xocalı soyqırımının nəticəsində 63 uşaq, 106 qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb. Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da 2008-ci il fevralın 26-sında həmin abidənin yerinə təzə Ana Haraya adlı abidə ucaldılmışdı. 2008-ci il fevralın 24-də Avropada Xocalı soyqırımına aid ilk abidə Hollandiyanın Haqa şəhərində ucaldılmışdı. 2011-ci il mayın 30-da Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdı. 2012-ci il fevralın 24-də Bosniya və Herzegovinanın Sarayeva şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdı. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı soyqırımı və Milli Matəm günü elan olunmuş. Bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bura bizim evimizdir. Bu mənim atamdır. Bu da anamdır. Bu isə mənim nənəmdir. O gecələr mənə nağıl da danışırdı. Amma indi heç kim gülüb danışmır. Elə bil kimdənsə küsü bilər. Deyirlər müharibədir. Müharibənin nə olduğunu bilmirəm. Bircə onu bilirəm ki, məndən heç kim oynamır. Birdən qorxulu səslər eşidildi. Atam tələsik evdən çıxdı. Oyuncağıma dedim ki, qorxmasın. Birazdan atam qayıtdı. Dedi ki, tez olun, gedirik. Ermənilər kəndə hücum eləyiblər. Biz meşəyə qaçdıq. Hamı qışqırırdı, hamı ağlayırdı. Nənəmə nəsə oldu. Dedi ki, mən burada qalıram.
Sonra nə oldusa, anam da yıxıldı. Atam da. Mən tək qaldım. Heç nə eşitmirdim. Qışqıra da bilmirdim. Elə bil dilim tutulmuşdu. Sonra bilmirəm nə oldu. Elə bil yuxuya getdim. İndi buradayam. Amma məni heç kim tanımır. Heç atamı, anamı da tanıyan yoxdur. Ata, bu uşağın adı yoxdur. Yox. Bəs bu kimin övladıdır? Bütün Azərbaycanın. Hamı mənə baxıb kövrəlir. Mən onlara neynəmişəm? Heç adımı da bilən yoxdur. Hamı mənə nişanə deyir. Xocalı nişanəsi. Mən Xocalıyam. 1992-ci il fevralın 26-sında ərazim tutuldu. Mən Xocalıyam. Mənim simamda etnik Azərbaycanlılara qarşı soyqırım törədildi. Mən Xocalıyam. Həmin gün bütün bədənimi atəşlər bürüdü. Hər yanım odlarda yandı. Övladlarım məndən didərgin düşdü. 613 sakinim. 63 uşaq. 106 qadın. 70 qoca qətlə yetirildi. 1275 sakinim əsir götürüldü. 150 sakinim itkin düşdü. Və hələ də düşmən əsarətindəyim. Mən Xocalıyam. Qayıtmaq istəyirəm. Mən Xocalıyam. Övladlarımı istəyirəm. Mən Xocalıyam. Azadlıq istəyirəm. Mən Xocalıyam. Mən vətənəm, vətənəm.